Baxın dostlar, insanın öləndən sonra dirilişi necə olacaq? Baxın, biz hələ insan dünyada olmayanda Allah Teala ilk insanı torpaqdan yaratdı. Yəni torpaqdan yaratmalıdır ki, bir kişi, məsələn bir qadın yaratdı da, belə deyək. Bir kişi, bu qadındır, bir qadın yaratdı, sonra bir dənə də kişi yaratdı. Ondan sonra kişinin toxumu qadının rahminə, matkasına düşəndən sonra artıq insanların yaradılması kişi və qadından başladı. Ta torpaqdan yox. Torpağa ehtiyac olmadı. İndi Allah Teala təkrar bütün insanları, yəni öldürdükdən sonra bütün insanlar öləcək və axirətdə o dünyada yenidən diriləcək. Amma məsələn bir insan bu dünyada öləndə ölən kimi diriləcək. Bir saniyəsində tık gözünü yumub açmaq kimi Quranda yazıb. Elə biləcək ki, bir saniyə içində yatıb durub, bax elə. Amma görəcək ki, əslində bütün insanlar artıq durdu yuxudan. Durdu. İllər keçsə onun necə keçdiyini bilməyəcək. İnsanların bu torpaqda toxumu var. Yəni biz bax aparırıq o insanı, bastırırıq, dəfn edirik, üstünə bunları tökürük. Sonra belə deyək də qayıdıb gəlirik. Qayıdıb gəlirik qəbirstanlıqdan. O insanın orada toxumu qalır. Nənəmizin, babamızın. O toxumu Allah təzədən dirildəcək. İllər keçəndən, milyard il, nəsə onu Allah özü bilir, bizi dirildəcək təzədən. Bax, bizim toxumumuzu təzədən bax, quraşdıracaq, eləyəcək, təzədən biz yenə diriləcəyik, Allaha hesab verəcəyik. Yəni, görürsünüzmü, insan təzədən torpaqdan əmələ gələcək. Necə ki, əvvəl əmələ gəlmişdi, o şəkildə o bir də təkrarlanacaq. Amma sual verirlər ki, niyə bəs qəbristanlıqdakı ölülər indi dirilmir? Çünki bizim dirilmə vaxtımız fərqlidir. Bitki kimi bizdə bitirik torpaqdan. Amma bizim dirilmə vaxtımız başqa cürdür. Məsələn, soğanın sezonu başqadır. Qarpızın, məsələn, sezonu, qarpızı qışda sulasan da o yayda bitir. Ona görə insanın da torpaqda toxumu var. Bax, bizim dəfn elədiklərimiz qəbristanlıqdakılar, onların vaxtı var. Vaxtı gələndə onlar da torpaqdan bitki kimi bitəcəklər. Quranda yazıb ki, Allah Teala, bax, görürsünüzmü, sizə əyani sübut elədim. Quranda da Allah Teala yazıb ki, insanlar yerdən bitki kimi bitir. Eyni elə bitki necə bitir o şəkildə. Yəni onları o şəkildə dirildəcəm. Dirildəcəm və hesab soracağım. Yaxşı, diriləndən sonra bunun ruhu hardadır? Ruhda ki, o dünyada ki, Allah Teala ruhu alır. O ruhu vaxtı çatanda onun bədəninə verəcək. Verəndən sonra adam diriləcək və salam. Görəcək ki, o dünya. O dünya yəni bu dünyada olacaq. Sadəcə qalxıb görəcək ki, bu dünyada hər şey dizayn dəyişib. Allah bu dünyanın dizaynını dəyişəcək və səhra halına salacaq bu dünyanı. Yalnız hesab vermək üçün. Yəni da binalar olsun, nə bilim, neftçilər, vasmöyzad yox. Durub görəcək ki, bu düppədüz ərazidir. Milyardlarla kilometr düppədüz ərazi. Bütün dünyanın da milyardlarla əhalisi həmin sahəyə, həmin əraziyə yığışıb və hökm sahibi də Allahdır və Allah onları da cənnətə və cəhənnəmə uyğun şəkildə yerləşdirib onların əsl həyatını təyin eləyəcək. Yəni bu dünya həyatı əsl deyil, əsl həyat oradır.